Qlobal enerji təqviminin mühüm hadisələrindən biri olan Bakı Enerji Həftəsi hər il dünyanın müxtəlif ölkələrindən 2000-dən çox nümayəndəni və 240-dan artıq aparıcı enerji şirkətini bir araya gətirir. Artıq 30 ildir təşkil olunan bu tədbir Azərbaycanın enerji siyasətində mühüm yer tutan strateji hədəfləri, xüsusilə də 2030-cu ilə qədər ölkənin enerji sisteminin 35%-dən çoxunu təşkil edəcək 6,5 giqavatlıq bərpa olunan enerji gücünün yaradılması öhdəliyini diqqət mərkəzinə gətirir. Bu platforma həmçinin enerji sektorunda beynəlxalq əməkdaşlığın genişləndirilməsi, dayanıqlı və yaşıl enerji keçidinin təşviqi baxımından əhəmiyyətli rol oynayır. 30 ildir davam edən Bakı Enerji Həftəsi təkcə enerji texnologiyalarının və biznes tərəfdaşlıqlarının nümayişi ilə kifayətlənmir. Bu platforma Azərbaycanın enerji siyasətini beynəlxalq aləmdə tanıdan, ölkənin siyasi və iqtisadi nüfuzunu möhkəmləndirən strateji bir vasitəyə çevrilib. Xəzər təbii qazının Avropaya çıxarılmasını təmin edən Cənub qaz dəhlizi kimi layihələr fonunda Bakı Enerji Həftəsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi artan rolunu ortaya qoyur. Geosiyasi baxımdan ölkə enerji dialoqunu yalnız bölgədə deyil, qlobal miqyasda formalaşdıran mühüm aktorlardan biri olaraq çıxış edər. Azərbaycan Avropa İttifaqının üzvləri də daxil ondan artıq ölkədə enerji təhlükəsizliyində, dolayısıyla milli təhlükəsizliyində rol almaqla eyni zamanda Azərbaycan ərazisində yaradılan infrastruktur layihələri vasitəsilə həm də enerji hubuna çevrilməklə özünün qlobal mühitdə nüfuzunu, gücünü daha da artırır. Münaqişələrin baş verdiyi bir məqamda Azərbaycanın roluna xüsusi diqqətin təhlükəsiz enerji təchizatçısı kimi roluna xüsusi bir yanaşmanın mövcudluğu təbii ki, gözləniləndir. Bakı Enerji Həftəsi təkcə enerji mübadiləsi üçün deyil, həm də sosial və ekoloji məsuliyyətin təşviqi baxımından fərqlənir. Startup zonası, yaşıl enerji sərgiləri kimi təşəbbüslər bu tədbirin innovasiya və davamlı inkişafa verdiyi önəmi göstərir. Müzakirələr Azərbaycanın inkişaf edən enerji ambisiyalarını və Almaniya, Massar kimi qlobal oyunçularla tərəfdaşlıq əlaqələrini əks etdirən enerji təhlükəsizliyi, yaşıl keçid və geosiyasi əməkdaşlığın tarazlaşdırılmasına yönəlib ki, bu yanaşma da Bakı Enerji Həftəsini sənaye sərgisi olmaqdan çıxararaq gələcəyə baxan dəyərlər platformasına çevirir.